O duruşuna mən quzu kəsərəm. Üzü gülür. Özünü Ona gözəl təqdim elə. duruşdu elə. Mən Süleymanov Teymur, 11 yaşım var. İfanda xətalar var idi. Bu xətaları işlədikcə düzəldə bilərik. Hesab edirəm ki, belə bir dəhşətli xətalar deyildi. Bu elə bir nəğmə seçmisən ki sən. Bu nəğməyə Azərbaycanda keçirilən müsabiqədə münsif, ustad, sənətçi, hər kimdirsə bir reaksiya göstərməli idi. Çünki bu nəğməni Azərbaycandan çox-çox uzaqda ifa edirlər və bəzən də unudurlar onu qeyd eləmək ki, bu Azərbaycan mahnısıdır. Mən açığın deyim, məni nəğmə çox vadar elədi və bu düyməni mən basmaya bilməzdim. Bu yeganə mahnıdır ki, Murad bunun tarixçəsini danışa bilməz də. Yəni Bu il xalq yoxdur, mahnımız. il yoxdur, yazıçı yoxdur. Yəni Muradın ürəyi partlayır da, at çəkmək istəyir. İl çəkmək istəyir, amma deyə bilmir. Bu araşdırmalarla xüsusi insanlar Arxeoloji qazıntılar zamanı oluruz bəli. ictimai televiziyada. Amma mən bu nəğməyə dönməyə Var ikisi bilməzdim. qalanda mənə ləzzət eləyir. İfana gəlincə isə ifavın üzərində işləyə bilərik. İşləmək lazımdır hələ. Çingiz Bu. üstü bağlı Özün danışsın. seçmişdin mi adını? Ürəyim belə istədi ki, sarı gəlin oxuyasan. Bəli, mən belə istəmişdim. Ay, yaxşı eləmişsən. Teymur, mən səni çox istədim. Yəni, bilmirəm niyə, yəni çox şirinsən. Balaca kişi. Çox sağ olun. Teymur, Muradla Çingiz döndülər də sənə. Ürəyindən kim keçir, Teymur? Elə siz var idiniz. Mən var idim. Bəli, Zülfiyə xanım. Yetər artıq, mən buna dayanamam. Ay, mən üzr istəyirəm, Teymur. Mənim deməyim təsir eləyər səni kimi seçməyə, yoxsa özün fikirləşib deməlisən? Yəni, mən sizi istəyərdim, lakin bu mənim şəxsi qərarımdır ki, mən artıq həmin o yerdə iştirak edeyim və mənə uyğun gələni seçməliyəm. O zaman şəxsi qərarını söylə. Və sənin şəxsi qərarın sakitlik, xahiş edirəm. Səni alqışlayıram Sənin mən. şəxsi qərarını yeyərəm mən. Şəxsi Teymur. qərarın Şəxsi qərarım... Çingiz! kimi dedi? Eşitmədi? Çingiz! O qədər çi hərfini eşitmədin sən? Çingiz dedi. Gəl dostum, gəl. Gəl Vındırkin, gəl. Bir dənə sən, bir dənə. Bir dənə Muradı, bir dənə Gəl, görüşək. Ses. Bir-birimizi biz xəttini çox Teymur, istəyirik. səndən çox üzr istəyirəm ki, mən dönmədim. Amma mən səninlə dost ola bilərik biz həyatda. Robota görə Çox istəyir dost sağ ol, olmaq. təşəkkür Gəl, edirəm gəl. sənə. Çox sağ ol əzizim. Çox sağ ol. Evdə salam dinlən ki, valideynlərinə halal olsun. Ailə maraqlı bir iştirakçıdır bu. Robotu mənə sat da. Satarsan mı? Yox. Yaxşı yox. Yox demədi. Maşallah. Onda alt günə verəsən mənə. Çox tutdu məni, çox heyfləndim, amma mən Mən o robot zəka. məsələsindən elədim. 11 mart ad günümdə o robotu götürürəm. Uşaqdakı zəkaya, uşaqda ağla. Mənim təklifim var. Hamımız bir yerdə Teymur üçün bağıracağıq burada. Maşallah deyəcək. 1, 2, 3. Maşallah. O gəlsin mama. Yaxınlaşın, qucaqlayın, təbrik eləyin. Teymur, bir də demək istədiyin nəsə varmı? Bizim üçün nəsə yeni bir ixtira eləyə bilərsənmi işimiz asanlaşsın? Bəlkə mənim əvəzimə bir süni intellekt və yaxud da ki bir 3D aparıcı gətirsinlər. Necə düşünürsən? Məncə ən yaxşısı elə bir həqiqi adamın olmaqdır. Həqiqi adam, yəni mən. Yəni. Məni deyirsiniz. Çox sağ olun. Mən bunu təsdiq kimi qəbul edirəm və Teymur, minnətdaram sənə. Mahnı